Əlinizdə imkan varsa, üzü qibləyə əyləşin. Əllərinizi Allahın dərgahına qaldırın. İlahi deyin, əgər keçən gecələrdə bizi bağışlamamısansa, indi gəlmişik bağışlanmağa. Əgər keçən gecələrdən qalan hacətlərimiz varsa, indi gəlmişik onu almağa. Bilmirik, bu sonuncu gecəmizdir, yoxsa gələn illər nəsib olar. Amma hər halda qapıya gəlmişik. Tək də gəlmədik, ya Rəbbəl aləmin. 14 məsuma təvəssül edib gəldik sənin qapıya. Onları Babullah bildik, Allah qapısı bildik, gəldik sənə tərəf. İlahi, mən inanmıram ki, sən bu gecə bizi məyus eləyəsən, arxayınam ki, bizi bağışlayarsan. Ümidim özümə deyil, ya Rəbbəl aləmin. Ümidim bunadır ki, bağışladığın insanlar olacaq. Sən kərimsən, onları bağışlayıb bizi atmazsan qapından. Ümidim budur. Kərim Allahsan. Bir də özün çağırmısansa, yəni ki, istəmirsən bizi bağışlayasan. İstəməsəydin, bizi oyatmazdın, ayıq saxlamazdın. Bir də ki, elə şəxslərə and vermişəm ki, sən özün demirsən, mən o adlardan keçmərəm. İndi də istəyirəm o adları gətirim dilimə Allahım. İlahi, sənə and verirəm 14 məsumun hörmətinə. İlahi, sənə and verirəm Kərbəla çökünün çölündə tikə-tikə olmuş Əli Əkbərin bədəninə. İlahi, sənə and verirəm Əbəlfəzin kesilən qollarına. İlahi, sənə and verirəm o məzlum 6 aylıq Əli Əsxərə. İlahi, sənə and verirəm Hüseynin Zeynəbdən ayrılan anlarına. İlahi, sənə and verirəm Rüqəyyanın Atavay səslərinə. İlahi, sənə and verirəm Umməl Məsaib, Həzrət Zeynəb o məzlum xanımın hörmət ehtiramına. İlahi, sənə and verirəm Həzrət Zəhranın Əlidən ayrılan anlarına. O anlara ki, Həzrət Əli, Həzrət Zəhraya qüsül verirdi, uşaqlar su daşıyırdı o anlara. İlahi, sənə and verirəm Həzrət Peyğəmbərimizin hörmətinə. İlahi, sənə and verirəm İmam-ı Zamanımızın dualarına. Sənə and verirəm İmam-ı Zamanımızın səcdəsinə. Sənə and verirəm İmam-ı Zamanımızın rükusuna. Sənə and verirəm Həzrət İmam-ı Zamanın münacatına. Sənə and verirəm məzlumların hörmətinə. Sənə and verirəm müqəddəs zamanlara, müqəddəs məkanlara. İlahi, gəldiyi dərgahı və bəhəqqi Fatimə ilk duamız İmam-ı Zaman ağamızın zuhurunu təcil elə. Allah bağışlamamış bizi bu gecədən çıxartma. İlahi, bəhəqqi Fatimə can üstündə olanda əhl-i beyti başımızın üstündə qərar verir. İlahi, səni Zəhra bu dünyadan köçməmiş Hüseynimin simasını görməyi bizlərə nəsib elə. İlahi, İmam-ı Zamanın zuhurunda iştirak eləməyi bizlərə nəsib elə. İlahi, günahlarımızdan əfv qələm çək. Gizlində elədiyimiz günahlarımızı bağışla. Aşkarda elədiyimiz günahlarımızı bağışla. İlahi, sənlə bizim aramızda böyük fasilələrə səbəb olan günahlarımızı bağışla. İlahi, dualarımızı həbs eləyən günahlarımızı bağışla. Gecə ibadətlərindən bizləri məhrum eləyən günahlarımızı bağışla. İlahi, cavanlarımızı Əli Əkbərlə məhşur elə. Yaşlarımızı Həbibin məzahirlə məhşur elə. Xanımları xanım Zeynəblə məhşur elə. Qız övladlarımızı xanım Rüqəyya ilə məhşur elə. İlahi, balalarımızı Əli Əsxərlə məhşur elə. İlahi, xanımları xanım Zəhra, xanım Zeynəblə məhşur elə. Allah, namaz qılmayan qardaş bacılarıma namaz qılmağı nəsib elə. Hicaba riayət eləməyən bacılarımıza, analarımıza hicaba riayət eləməyi nəsib elə.
Mən fürsət bilirəm, əlinizi qaldırın, özünüz istəyin, özünüz dilinizə gətirin hacətlərinizi. Həyifdir bu gecə öz hacəti dilinizə gətirməsin. Ya Allah, istəyin Allahdan. Hacətlərimizi dilimizə gətirdiyi və Haqqı Fatimə Zəhra bu duaları bizlərdən qəbul elə. İlahi xəstələrimizə tezliklə şifaya acil inayət elə. Məxsusən nəzərdə olan xəstələrimizə şifaya acil inayət elə. İlahi övladı olmayanlara övlad nəsib elə. İlahi subaylarımıza gözəl ailə nəsib elə. İlahi ailə müşkül olanların müşküllərin tezliklə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbbim, şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. İlahi, bu əzizlərimiz neçə günlərdir, neçə gecələrdir, burada dua oxudular, mərsiyyə dedilər, şeir dedilər, Quran qiraət elədilər, Ya Rəbbəl aləmin, münacat elədilər, Bikey Allahı oxudular, Haqqı Fatimə bunlar Əziz Zəhra ilə məhşur elə. Allah bu məclisin ərsəyə gəlməsində hər kimin ki nə zəhməti oldu, onların dualarını onlardan qəbul elə. İlahi şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə, onların yaxınlarını, övladlarına, yaxınlarına, qəlblərinə hüzur və aramlıq nazil elə. Allah, o kəslər ki, xəbər göndərdilər məndən, dua istəyiblər bu günə qədər, sənə and verirəm İzzət və Cəlalı və onların duaları onlardan qəbul elə. Peyğəmbər və əhl-i beytinə salavat zikirlə.